Salam, hər vaxtınız xeyir olsun. Bugün İradəmin ad günüdür. Onun üçün bəzi hazırlıqlar görmüşəm. Qonaqlarımız gələcək. Bəzi qonaqlarım günorta, bəziləri isə axşam inşallah gələcək. Birazdan çatacaqlar deyə artıq bəzi soyuq qəlyanlatıdır, meyvədir. Sonra gedim salat, gögöyərti gətirim qoyum. Külqabı da qoyaq, yadımdan çıxmışdı. Bunun sümük bizdə siqaret çəkən yoxdur. Sümük qoymaq üçün belə külqablardan istifadə edirəm. Oy, görüm açacaq bunu. Sonuncu pomidor turşumdur. Pomidor balonu aşına yaxşı gedir. Xoşumuz gəlir. Belə açıram. Aşda pişirmişəm deyə. Elə bir dənə buna qoysam bəsdir. Dur. Balaca pomidorlarla qəşəng olurmuş. Bundan sonra belə xırda pomidorlarla qoyacağam. Yekələrlə qoyanda gərək doğrayıb göyərti, soğan vururam. Elə rahat yeyilir. Amma balaca həm də həqiqətən başqa dadda oldu. Dadı çox gözəl oldu. Bundan sonra balaca pomidorlarla eləyəcəm turşunu. Bunu elə belə bir dənə belə servisin qabında qoydum. Bəs eləyər məncə. Belə. Qəşəngdir. Xədic, dən görüm düz tutdun bunu. Hə. Xədicə deyir ki, məni geyindir. İş görürdüm. Dedim, məni geyindirməlisən. Mən də özü seçir özdə hansını geyinəcək. Mənim hünərim nədir deyəm. Bunu giyin. Ay Allah, Xədic. Sən niyə belə forslu qızsan? Hə? Sən də buradan bağlayaq. Mənə bax. Mənə bax, mənə. Oldu qəşəng qız. İndi saçlarını da yığar. Xədicə hazır. Çün, o tərəfə keç. İranın ad günüdür, yoxsa sənin? Nə qəşəng oldun sən. Baxın. Fırran, bir dənə də fırran. Ay, sağ ol. Aferin. Xədicə xanım da hazırdır. Salatları hazır eləyirəm. Bölüb belə boş qablara yığdım. Şüşə qabda hazırlamışdım bütöv. Sonra böldüm belə. Hazırlayıb axşama da qalsın deyə yarı-yarı qoydum. Belə üzərinə qoz səpmişdim. Böləndə biraz qozlar dağıldı deyə yenə əlimlə belə qırıb qoyuram. Belə. Bunları da qoyaq. Əli gətir onları da. Bir mənə. Bundan bir renk getir. Qonaqlarımın yarısı gəldi. Hə, üzümü çəkmirəm. Hə, oğlan evi gəldi, tortla gəlib. Qonaqlar da gəlib, onlar da işlədirəm. Pomidor xiyarım yox idi, indi aldı, getdi Şamil. Onlar da işləyir, işte məsələ olmaz. Yoxsa yeməyə verərəm. Düzdür ha. Operator İradə xanım. Sən də çəkirsən? Hə, amma az. Gəldim. Gəl Xədicə qucağıma. Təmiz var orada. Onları Xançandan zaten Giriblər telefonun içinə. Onlar burada telefona baxır. Biz də yığışdırırıq. Yeyildi yemək. İndi yığışdıraq. Qabları yuyaq, gedim çayınki qoyum. Niyə ağlayır o?
Çayımızı koydum qaynamağa. Ona kimi qablarımızı yuyaq. Qonaqlarımızı yola saldıq. İndi gedək. Qabları silək, stəkanları gedim yuyum. Hazır olsun. Oran bağla, elə qapını. Da düzəldə ilişdi. Yığışdıraq indi. İradə, padnosu gətir oradan. İndi isə başlayıram tortun yığmağa İradənin. Belə sıvamışdım ki, ikisində 2 mərtəbə olacaq. İkinci mərtəbəni qoyacağım bunun üstünə. Sonra bəzəyəcəm. İzin qoyacağım ki, bunları həmən turpçaları oradan bastırım. Birini belə çıxardım. Ölçüsünü götürək. Kəsdim belə 5 ədəd eyni ölçüdə. 5 ədəd. 5 ədəd. Belə. Buradan. Birim buradan. Necə? Birində düz ortadan qoyaq. Evdə özüm üçün eləyirəm deyə belə eləyirəm, amma yol gedəcəksə buradan da bir turbuçka pramoy bunun içinə keçməlidir ki, onu saxlasın. Bunu evdə özümüz yeyəcəyik deyə eləyirəm. İndi əsas məsələ bunu onun üstünə qoymaqdır. Bizdən yerə düşsə. İnşallah aşmaz. İnşallah. Şimdi burasını bəzəyib düzəldəcəm. Yetər. Belə. Necə belə? Ben çəz. Şurada buradan belə çəz. Yaxşı. Onu tipəsən şurada. Onu geçsin. Belə hazırdır. Bu hissəsinə zər töküləcək. Bir də bantiklərini düzəldək. Əl işte. Bantiklərimizi də qoyaq üstünə. Yeşil. Çok iyi. Belə hazırdır tortumuz. İradənin tortu. İndi bir dənə zəri qalır. Bunun içinə də plyonka kəsib qoymuşam. Zəri tökəcəm içinə. Ya Allah. Laxladım.
Yeliçkamın tortu. Güzel. Biraz topa qaldı dedim. Belə yayım ki, hər tərəfinə getsin. Deyən Xədicə. Düzəldi bacının tortun. De çəkim ümumi sizin üçün hazırdır. Rəylərdə fikirlərinizi yazarsınız. Necə alındı? Gəldi. Necəsən? Raydan ikinci qonaqları gəldi. Gel. Xoş gəlmisiniz çiçəklər. Yox. Ne qəşəng. Yo, niyə? Qəşəng də çəksin biz. Gözəl balam. Sağ ol bacısı. Az görək Xədicə. Məndən qabağa Hə. Aç. Bu da Xədicənindir. Ay Allah, nə qəşəng. Hə. Sən? Hə, nə gözəl oldu. Ay Allah, nə qəşəng oldu. Mübarək idi Xədicə. Hə. Corabı geyinmə, yox. Hə, sağ olsunlar. Payları çox olsun. Bu da gördüğünüz Hoppa. İra xanım. Allah Taala'dan iradiyə sən gözəl günlər arzulayaq. Sağlam həyat arzulayaq. Sonraki günlərin bir-birindən gözəl, bir-birindən qəşəng arzulayaq. Ailəsində, əzlərində, bir yerdə gözəl günlər keçsin. Xoş günlər keçsin, ürək istəyən günlər keçsin. Ürək istədiklərini sevindirsin. Bir günü gündən onunla fəxr eləyək ki, bax bizim də belə nəvəmiz var, babaları nəzli. Ata-anası desin ki, bax belə gözəl bir övladımız, əmiləri, nə bilim dayıları, kimlə hamısı da sevinsin ki, fəxr eləməli belə bir övlad. Maşallah. İndi yaxşıdır, həmişə də yaxşı olsun. İndi fəxr eləyirik, Təbrik ağlayırıq. eləyirəm, İra, can sağlığı arzu eləyirəm. Bax belə bütün bu əqrəba ilə, şədərə ilə bir yerdə gözəl günlər keçirməyini arzu eləyirəm. Amin. Çox Sağ ol babası, çox sağ ol. Ətri bahar ətri çiçəklər kimi, məsum ümidlərdə mələklər kimi, ruhuna qonmuş kəpənəklər kimi bir qızın olsun gərək. Saçları qıvrım dənizin dalğası, gözləri şəhla, üzü ay parçası.